Allah Subhanahu Quran-ı Kərimdə hər bir şeyin açıq-aşkar olduğu bir kitabda bizə bəyan edib ki, bu məsələdən kimlər danışacaq? Hansı ki, indi bizim danışdığımız təkfir məsələsi, yaxud da kiməsə cəhənnəm köpəyi demək məsələsi, insanın şəriətdən, dindən çıxardılması, millətdən ayrılması məsələsi mühüm və qorxulu məsələlərdən biridir. Yəni, hər kəs bu mövzuda oturub danışa bilməz. Dəstəmaz deyil ki, yəni nəsə səhv elədinsə yenidən algınan, bu insanın millətdən çıxardılması məsələsidir. Yəni, millət deyəndə İslam millətini nəzərdə tuturan. Allah Subhanahu şəriətdə, Quran-ı Kərimdə bizim üçün yol qoyur. Kimə müraciət edəcəksən bu məsələlərdə və bu məsələni bilən kimdir? Allah Subhanahu Quran-ı Kərimdə deyir ki, əgər bir şeydə mübahisə etsəniz, Allaha və onun Rasuluna qaytarın. Bizim üçün nümunə, bizim üçün götürüləcək yol, gediləcək yol, Allahın kitabı, Rasulullah sallallahu aleyhi ve sellemin sünnəti, sahabənin fəhminə görə, sələfin fəhminə görə olacaq. Çünki Allah Subhanahu başqa bir ayədə möminləri də aid edir o siyahıya ki, Rasulun yolu aydın olduqdan sonra başqa bir yoldur. Möminlərdən başqasının yolunu seçərlərsə, nüvəllihi mətəvəllə Allah Subhanahu onu istədiyi yola yönəldərik, onu sülihi cəhənnəmə, onu cəhənnəmə varid edərik, o səhət müsirə gedəcək yerlərin pisi də odur. Yaxşı, bəs kitabı və sünnəti səhih sələfin əqidəsinə görə bilən kimdir? Ümumi olaraq kitab deyiləndə Quran-ı Kərimdən 3-5 ayə bilmək demək deyil. 3 dənə ayə bilir və gətirir ki, qardaş, bəs bilmirsən, burada bu məsələdə hökm budur, bu ayədir və soruşulur qardaşım. İkimiz, əgər sən mənə bunu hüccət gətirirsənsə və mən səninlə hansısa bir münaqişə haldayamsa, artıq kimə qayıtmalıyıq? Allaha, onun Rasuluna, sələfin əqidəsinə görə. Sən Allahın kitabını bilirsənmi? Bilmirsən. Quran-ı Kərimdən 5-3 ayə az, yəni əzbər bilmək də Allahın kitabını bilmək məsələsi deyil. Və sünnəti bilirsənmi? Ümumi, yəni müraciət sənə yox, ümumən müraciət edirəm. Laf özümə də yəni bu sualı verirəm. Aydındır? Sünnət, yəni kiçik hansısa 3 dənə, yaxud da 5 dənə hədisi bilmək, yaxud da Səhih Buxarını, Səhih Müslim oxumaq demək deyil. Sünnəti bilmək, Səhih Buxarını bilmək deməkdir. Sünnəti bilmək, Səhih Müslimi bilmək deməkdir. 6 dənə bizim kitabımızı bilmək deməkdir. İmam Əhmədin təkrarları ilə bildiyi 1 milyon hədisi bilmək deməkdir. Bu məsələdə bəs kim hökm verəcək? Osman bu məsələdə hökm verməyəcək. Digər elm tələbəsi bu məsələdə hökm verməyəcək. Yəni özündən hökm verməyəcək. Verilmiş hökmləri bəyan edəcək. Çünki nə kitabı, nə sünnəti biz bilmirik. Alimlər bilirlər. Və alimsiz biz heç bir şey. Əgər alimlərə qayıtmasaq filan məsələdə biz zəlalata uğrayacaq. Çünki biz nə rafizlər kimi, nə də digər batil əqidələr kimi sələfsiz yaşamırıq. Sələfin əqidəsi bizim üçün nümunə olacaq. Allah Subhanahu kitabına, sünnətə uyğun şəkildə bizə çatdırılacaq və əqidə məsələsi elə bir məsələdir ki, əqidədə əlhamdülillah, sələf, əhl-i sünnə vəl cəma ixtilaf eləməyiblər. Hansı məsələ ki, orada ixtilaf var, bil ki, əqidə məsələsi deyil. Əqidə məsələsində sələfin fikri, əqidəsi, düşüncəsi, dediyi sözü birdir. 10 dənə rafizə otursun, onundan da hərəsi bir otaqda olsun amma. Lap bir yerdə olsalar da bir-birinə düşəcəklər. Sualı ver, hərəsi bir rəy deyəcək. Hərəsi bir fikir deyəcək. Hər hansı şey bir haqqında soruşsun belə. Lakin istər Azərbaycanda olsun, istər Amerikada olsun, istər Kitayda olsun, sələfin əqidəsi birdir. Burada sələfdən elm almışlardan da soruşsun. Yəni, bu söhbət gedir ki, elm almışdan soruşsun əgər. Elmi varsa, alimlərin dizinin dibində oturubsa, oxuyubsa, doğru düzgün sələflərdən elm alıbsa, məsələ budur. Və hökm onlar verəcəkmi? Onlar hökm vermir. Sadəcə nədir? Və qardaşların əksər yerlərdə deyirəm, Osman hökm vermir, qardaş. Və sual verə bilərsən ki, qardaş, sən hökm vermirsənsə, sən niyə danışırsan? Məsələni mən sənə bəyan edim. Niyə görə Osman danışır? Niyə görə digər elm tələbəsi danışır? Hər kəsin bir işi var.
hər kəsin Allah Subhanahu onlar üçün ayırdığı bir işi var. Biri dülgərdir, biri işıq ustasıdır, biri dəmirçidir. Və Allah Subhanahu məni və digər bu elmi çatdıranları dünyada məşğul olacaq işlərdən azad edib. Sən işləyirsən və mənim kitab oxumağa vaxtım var. Sənin vaxtın yoxdur. Mənim kitab oxumağa vaxtım var. Və mən bu kitabı evimdə oturub oxumamışam. Hansısa çayxanada oxumamışam. Hansısa bir məclisdə oturub oxumamışam. Bu kitabı mən elm tələbələri və böyük alimlərin yanında oxumuşam, izah ediblər. Aydındır? Onun üçün Allah Subhanahu məni digər dünyavi iş yükündən ayırdığı üçün, mənə bu vaxtı verdiyi üçün, fürsəti və alimin dizinin dibində oturmağı mənə qismət elədiyi üçün, mən onların sözünü danışıram. Və haqq gördüyüm şeyi də vallahi ki, haqq olaraq deyəcəm. Çünki Osman olaraq mən, digər elm tələbələri, onların nəyinə lazımdır ki, insan batili yaysın. Çəkilərəm qırağa, oturar mən də özüm üçün ayrı bir məsələ. Danışmaram, tanınmaram, ittiham olunmaram. Nə təkfirçi deyilmərəm, nə dövlətçi deyilmərəm, nə filan şey deyilmərəm. Sən ki, mən də bir qıraqda oturarım qardaş kimi, salam aleykum, aleykum salam. Hansısa bir dəstəyə qoşularam. Yəni, mənim nəyimə lazım idi ki, bu məsələdə mən bu işə girişim və yalan bir işə girişim. Yəni, mənə əlhəmdə ehtiyacım yoxdur. Çünki Allah şahidimdir və şahidim olsun ki, Allah Subhanahu şəriətinə imanım, yəqinim, qiyamət gününə, insanların qarşısında, onların Allah Subhanahu qarşısında dikiləcəyi günə və sorğu-sual olunacaq günə iman eləmişəm. Allah Subhanahu deyib mənə, qorxcuna. Yanacaq odları, insanlar və daşlar olacağı gündən qorxcuna. O günə mən əlhəmlə iman eləmişəm və qorxuram. Özümdən heç bir şey deməyəcəm. Əgər səhv gördüyüm bir məsələdirsə, qardaş, səhv görürəm. Bilmədiyim məsələdirsə, bilmirəm. Bildiyim məsələdirsə, alimlərdən, kitablarından, elmdən, səhihdən öyrənmişəmsə, deyəcəm, bilirəm. Nə zəlalata fal olmayacam, nə səhvi deyən olmayacam. Və bu məsələdə hökmü kimlər verəcək? Hökmü biləndən soruşacaqsan. Bu məsələni biləndən soruşacaqsan.